Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya Mətbəxi rubrikasında xoş gördük sizləri. Bu dəfə biz Çin milli mətbəxini üst tutduq. Rubrikamızın bu dəfəki qonağı Grateful restoranının aşpazı Yu Çexudu. Salamlayırıq, sabahınız xeyir olsun. Salam, mən Çin restoran qızı Boğalı. Aşpazımızı anlamağa bizə köməklik göstərən Grateful restoranının administratoru Tural Həsənov da bizimlədir. Tural bəy, xoş gördük, sabahınız xeyir. Hər vaxtınız xeyir olsun. Grateful'da sizi görmək bizə çox şaddır. Hazırlayacağımız yemək isə Çin milli mətbəxindən Kung Pao Jidindir. Elə isə hazırlanmasına keçid edək. Yeməyimizin hazırlanması mətbəxdə baş tutacaq, elə isə mətbəxə yollanırıq. Yağla qızdırır və sonradan soslar, ət töküləndən sonra sosları əlavə edəcək. Daha da tavan qızmağını gözləyirik. Tam qızsın tava. Bəli, hörmətli tamaşaçılar, indi tava qızdıqdan sonra yeməyin hazırlanmasına keçid edəcəyik. İndi nə hazırlayırsınız? İndi lüy dou fan进来. Qarotla markopa əlavə edirik. Onlar bir balaca qovrulandan sonra düyünü tavaya tökürük ki, qızarsın. Bəli, hörmətli tamaşaçılar, hal-hazırda qarnirin hazırlanması prosesi gedir. Biz mətbəxdən artıq qayıtdıq. Aşpazımıza çox təşəkkür edirik. Şişi. Yemək çox ləzzətli görsənir. Hal-hazırda mən onun dadına baxacağım. Elə aşpazımızdan xahiş edim mənim üçün servis etsin. Kung Pao Jidin çox ləzzətli idi. Artıq sağlaşmaq vaxtıdır. Bir daha təşəkkür edirəm həm aşpazımıza, həm Tural bəy sizə. Hələ ki, Dünya Mətbəxi rubrikasından çatdırmaq istədiklərimiz bu qədər. Gələn buraxılışda görüşərik. Hələlik.